İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bu yaxınlarda belə bir fikir eşitdim ki, əslində uğurlu, yaxşı karyera qurmaq üçün burada bir neçə amil vacibdir ki, eyni anda toplansın. Məsələn, bunlardan biri ola bilər ki, sən çox yaxşı mütəxəssissən, öz işini çoxundan yaxşı bilirsən, bəxt mütləq olmalıdır, hardasa bir bəxtin, şansın da biraz yaxşı olmalıdır ki, nəsə alınsın. Düz əksin deyənlər də var. Məsələn, deyirlər nə qədər çox çalışırıqsa şansımız da o qədər yaxşı olur, amma hər halda şans anlayışı var və xüsusilə də diqqətimi çəkən məqamlardan biri odur ki, adətən vurğulayırlar ki, bizim uğurlu olmağımız üçün karyerada burada vərdişlərimizin də rolu sən demə heç də az deyilmiş. Onlar məsələ xarakteri, o çalışqanlığı formalaşdırır. Ona görə belə qərara gəldik ki, bugün məhz bu haqda danışaq ki, uğurlu karyera üçün faydalı olan psixoloji vərdişlər xüsusilə də bizim hansı vərdişlərimiz olmalıdır? Bununla bağlı həm söhbətim isə psixoloq Zümrüd Əsədov olacaq. Zümrüd xanım, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük. Siz necəsiz? Təşəkkür edirəm. Sizə görə yaxşı karyera qurmaq üçün ən vacib olan nədir? Ən vacib olan deməyək. Çox şey çünki vacibdir. Amma danışdıqlarınıza əsasən bir-iki nüansı nəzərimizə çatdırmaq istəyərdim ki, biz təhsili niyə alırıq? Bir mövzu haqqında yetəri qədər çox düşünə bilməyimiz üçün ilkin olaraq. Nəyə görə? Çünki beyin bu mövzuda işləməyi öyrənməlidir. Bu mövzuda suallar verməyi, bu mövzuda cavabları tapmağı öyrənməlidir. Ona görə də burada sırf düşünmə vərdişi də var. Və sonra praktiki təhsilə keçilərdə, yəni praktika var. Praktikada artıq bədənin bu prosesdə iştirak etməsinə keçirik. Yəni nəinki zehndə gedən proses, sonra yəni əgər bədən iştirak edirsə, bədən, əl iştirak edirsə, əl. Yəni hansı sahədə olmasından asılı olaraq. Hətta yazıcı belə oturub bu yazırıq, əl iştirak edir, bədən iştirak edir. Yəni bədən yaddaşının da bunu götürməsi vacibdir. Ona görə də biz həm teoretik, həm də praktik vərdişləri təhsil aldığımız müddətdə özümüzə öyrədirik. Ona görə həyatda biz nəyisə gəlib demək ki, birdən-birə nəyisə öyrənim, bir günlük kursda və yaxud da 2 günlük kursda nəyisə öyrənim. Bu biraz nəyə görə çətindir? Çünki bunun praktiki tərəfi yoxdur. Bunun vərdişə çevrilən tərəfi yoxdur. Bir dəfə alınmaya bilər, 2 dəfə alınmaya bilər. Amma bir neçə dəfə eləyəndən sonra artıq sən necə alındığını başa düşə bilirsən. Çünki bunun teoretikdən başqa sənin özünün həyat tərzinə, öz xasiyyətinə, özünün vərdişlərinə uzlaşdırılmış tərəfi var. Kimsə daha rahat əzbərləyə bilir, kimsə daha çətin əzbərləyir, kimsə görərək yadda saxlayır, kimsə eşidərək yadda saxlayır. Ona görə bir məlumatı aldıqdan sonra sən ümumi öz strukturuna, öz sistemində bunu uyğunlaşdırmağı bilməlisən. Uyğunlaşdırandan sonra isə özünə adaptasiya edəndən sonra bu məlumatı artıq sən bunu praktiki tətbiqini özündə kəşf edirsən. Bunun üçün də zaman və təkrarlama lazımdır. Təkrarlama da o vərdiş kimi bir formaya gəlib çıxa bilir. Bəs bu məsələn, bax deyirsiniz ki, adam var ki, sadəcə baxır yadında qalır, adam var ki, eşidir, məsələn, yadında qalır. Bu ola bilərmi ki, məsələn, hansısa yaşdan sonra və ya hansısa dövrdən sonra sənin bu qavrama anlayışın, uyğunlaşmağın, bu metodlarda səndə dəyişə bilər? Öz-özünü dəyişməyə biraz çətin məsələdir, amma inkişaf elətdirə bilirik və yaxud da ki, elə bir yerdə işləyə bilərik ki, bizdə məcburi şəkildə başqa sistem inkişaf eləsin. Məsəl üçün, radioda işləməyə başlamısansa, təbii ki, audial sistem daha yaxşı işləməyə başlayır, çünki sən məcburi şəkildə daimi olaraq özünə dinləməyi öyrədirsən. Mən siz bax, nəyə daha çox soruşmaq istəyirdim. Məsələn, deyirlər, adamlar var ki, səhərlər daha effektiv, məhsuldar olur, çox çalışqan olur. Adam da var ki, axşam saatlarında, gün batandan sonra o artıq o çalışmaq, yazmaq, yaratmaq enerjisi gəlir. Məsələn, mən özümü həmişə bu ikinci kateqoriyaya aid edirdim əvvəllər ki, bəli, məndə də axşam sanki 5-dən 6-dan sonra daha yaxşı özümə ələ alıram və başlayıram hər hansısa bir işlə məşğul olmaq həvəsim yaranır. Amma son il, xüsusən də bu abituriyent vaxtları filan belə idi. Məsələn, axşam saatlan dərs oxumaq və s. universitet illərində və ondan sonraki dövrdə. Amma son vaxtlar birdən mən başa düşdüm ki, mən artıq çoxdandır ki, axşam adamı deyiləm. Yəni artıq mən hər hansısa vacib işim varsa, bunu səhər tezdən durub edəndə, səhər saatlarında, günorta saatlarında istədiyim iş daha yaxşı nəticə verir. Yəni ki, axşamlar artıq sanki o deyil. Elə bilmək istəyirəm ki, bu bəs necə oldu belə birdən-birə dəyişdi? Qocaldı. Həyat yükünüz çoxaldı. Evet, baxdınız, məsələsi ki, Nərmin biraz qocaldın, ona görə belə oldu. Ümumiyyətlə götürsək, təbii ki, get-gedə yükümüz çoxaldığı üçün
zehin daha çox gün ərzində yükləndiyi üçün, məsuliyyət daha çox daşıdığı üçün artıq axşam dincəlmək istəyir. Amma biz tələbə dövründə heç bir nə bilim yeməkdir, kommunaldır və yaxud da ki harasa vaxtında çatmaqdır. Hamısı hazır gəlir. Bəli. Ona görə biz rahat şəkildə günümüzü yaşadığımız üçün resursumuzu daha sonrasına saxlaya bilirik. Adi məsəl üçün valideyn gətirir, yeməyi hazır verir, ev onsuz da isinməsi və s. Sən bircə oxu, sən təhsil al, sən universitetə qəbul ol və yaxud da ki, universiteti bitir və s. Səndən yeganə bu istənilir əsasən və ona görə sən resursunu qoruyub saxlaya bilirsən. Amma zaman keçdikcə sən o resursu o qədər yerə xərcləməli olursan ki, axşama artıq bədən dincəlməyə ehtiyacı olur. Yenə də əgər ki, məsuliyyətin çoxunu başqa adam daşıyırsa, olur da ailədə məsəl üçün bir tərəf hansı məsuliyyəti daşıyır, o birisi tərəf başqa məsuliyyətləri daşıyır. Ona əsasən də bu dəyişə bilər. Əgər yenə də rahat rejimdədirsə, rahat rejimdə yaşayan insanlar bir də görsən axşamlar daha produktiv ola bilir. Çünki axşam heç kim sənə mane olmur o qədər də. Evdə sakitçilik olmağa başlayır. Axşam dediyim, yəni gecəyə tərəf. Ətraf mühit də sakitləşməyə başlayır. Heç kim heç yerə tələsmir deyə. Sənin də şuurun artıq mən özümə tərəf gedə bilərəm rejiminə keçə bilir. Ona görə insanlar bəzən niyə gecə çətin yatırlar? Çünki onlara mane olan yoxdur. Onlara indi öz şuuru mane olur. Beyində davalar gedir, bütün günün təhlili gedir. Mənə belə dedilər, mən belə dedim. Kaş belə deyəydim. Və onun qədər heç nə enerji almır əslində. Fiziki hərəkət qədər zehni hərəkət enerji alır, hətta daha çox alır. Yəni bunu insanlar bəzən deyirlər ki, mən niyə həyatda heç nə əldə edə bilmirəm? Axı mənim beynimdə nələr var. Sən orada xərcləyirsən o enerjini. Bizim düşünməyimiz, bizim təsvir etməyimiz, vizualizasiya deyirlər. Vizualizasiyanın normadan artıq olması, artıq onun reallaşmasının qabağını belə ala bilir. Onda çox fikirləşməyə də. Yox, çox hərəkət edir. Bir biç filan, bunlar artıq özünü doğrultmur. Baxır harda. Məsəl üçün niyyəti qoymazdan əvvəl yetəri qədər detallı düşünmək lazım. Amma niyyəti artıq qoyandan sonra bunun ətrafında fikirləşə qalsaz, hərəkət eləməyəcəksiniz. Çünki qorxular artacaq, nəyisə narahatçılıq artacaq, perfeksionizm olacaq, o olacaq, bu olacaq və nəticədə hərəkət etməkdə böyük bir çətinliklər yaranacaq. Bunun ideal müddəti var. Məsələn, mən bir dəfə oxumuşdum ki, hər hansısa bir ideya sizə gələndə 3 gün o ideyayla yatıb durmaq lazımdır. 3 gün sonra sən başa düşürsən ki, hə o yaxşı fikirdir, yoxsa məsələn bir də anidən gəlir, ola bilər ki, yaxşı, kimsə işdən çıxıb öz işini qurmaq istəyir. Deyirlər ki, heç olmasa minimum 3 gün sən bunu yaxşı düşün. İndi bu düzdür, biraz daha böyük hədəfdir. Daha kiçiyində də belə olar. Sizə görə bəs ideal müddət varmı ki, məsələn neçə gün, neçə saat vaxt vermək lazımdır? Siz o 3 günü mən başqa cür eşitmişəm. Yəni 72 saat ərzində hər hansı bir ideyanın reallaşmasına birinci addımı atmasaz, ondan sonrası da çətinləşəcək, çünki ona ayrılan enerji və motivasiya sönməyə başlayır. Amma 3 gün sonra ümumiyyətlə etmirik. Elə də ola bilir. Bəli. Çünki onun artıq yenə də bayaq dediyim kimi şübhələr artır. Bu mənlikdirmi, mənlik deyilmi, eləyə bilərəm, bilmərəmmi? Ona görə də nəyisə dağıdıb o ideyaya başlamaq lazım deyil. Hər hansısa bir xırda addımları atmaq olar ki, yəni görün bu həqiqətən də mənim sahəmə uyğundur, yoxsa yox, yəni enerji sahəmə. Necə hiss edirəm mən bu sahədə getmək istəyirəmmi, istəmirəmmi? Amma ümumiyyətlə deyirsiniz, nə qədər düşünmə müddəti var, onu desək, biz sakitçilikdə oturmalıyıq və o fikri özümüzə deməliyik. Əgər mən o fikri deyəndə, mənim daxilimdə xırda da olsa, çox xırda da olsa, hər hansısa bir gərginlik, sıxılma, spazm kimi bir proses varsa, mən bunun haqqında düşünməliyəm. Çünki əgər mən onu eləsəm belə mənim bədənim ona mane olacaq. Qorxularım oyanacaq, stresim oyanacaq və yaxud da ki, tərəddüdüm, şübhəm oyanacaq. Əgər mənim bədənim, mənim zehnimdən gələn o ideya rahatlıqla belə deyək, hə deyirsə, demək ki, mənim bədənim onun reallaşmasında rahat iştirak eləyəcək. Çünki mənim zehnim çox şey istəyə bilər. Amma bədənim onunla razı deyilsə, mən bədənim vasitəsilə onu reallaşdıra bilmirəm. Ona görə əgər hər hansısa bir yüngül də olsa, spazm varsa, onu mən başa düşməliyəm ki, bu nədən irəli gəlir. Və onu həll eləyə bilirəmsə, yəni bu mənim həll eləyə biləcəyim kateqoriyaya aiddirsə, rahatlıqla mən o yolu gedə bilərəm.
Amma əgər içimdə heç bir şübhə yoxdursa, çox rahatlıq var içimdə mənim bu qərarla bağlı, o zaman tərəddüd etmədən yolumuza davam etmək yetəri qədər faydalı nəticələr verə bilir. Onda nəyisə bir hərəkətə keçmək üçün vacibdir ki, həm zehni, həm fiziki olaraq bunlar bir tandem təşkil. İkisi də razılaşsın bir-biri ilə. Ən ideal variantda həm beyin, həm bədən, həm enerji sahəsi eyni belə deyə tandemə gəlsə, təbii ki, rezonansla Adətən insanlar hansını eşitmir sizcə? bədəni ümumiyyətlə eşitməyə meyilli deyirlər. Çünki bədən bəzən qışqırır ki, istəmirəm. Ağrılarla ola bilər, xəstəliklə ola bilər, hər hansısa bir spazmatik bir proseslə ola bilər. O deyir, yox, mən istəyirəmsə mən eləyəcəm, qonşu eləyibsə mən də eləyəcəm. Onun da varsa məndə də olacaq və s. belə davam eləyirik. Və bəzən illər keçir ki, insan başa düşmür ki, əslində bu bunu istəmirdi. Sadəcə olaraq cəmiyyət belə bir insanı, belə bir uğurlu insanı çox sevir. Mənim də ehtiyacım sevilməkdir deyə bunu eləyəcəm. Sonra başa düşür, sonra da deyir ki, yox, mənim üçün əsas mən özümü sevməyim imiş. Ona görə mən başqa bir şeylər eləmək istəyirəm deyirlər. Sonra başlayırlar həyatlarını sıfırdan dəyişməyə. Aydındır. Bəs karyera sizcə kimin üçün daha vacibdir? Çünki hər kəs eyni dərəcədə karyera, iş həyatı haqqında düşünmür də, düzdür? Məsələn, kimin üçünsə bu sadəcə gedib aylıq maaşını almaq, müəyyən qədər pul qazanmaq, yaxşı səyahət eləsin və ya kimsə ailəsi ilə vaxt keçirsin. Buna fokus olur. Bunu bir vasitə kimi görür sadəcə. Bəzi insanlar da var ki, onlar üçün karyera çox önəmlidir və onlar məsələn səyahətdən imtina edə bilərlər. Ailədə də müəyyən problemlər yaşayırlar, hətta buna görə ki, daha çox işləyir, işinə fokusdur və s. Sizcə bunun səbəbi nədir və bu nə qədər doğrudur? Ümumiyyətlə iş vasitə olması bu nə qədər arzulu olunandı bilmirəm. Bu vasitə deyil. Çünki biz bu vasitənin içində həyatımızın böyük bir parçasını xərcləyiriksə, bu absurd bir şey olar. Bu sadəcə həyatımızın bir hissəsidir. Yəni mən ailədə əgər vaxt keçirməyi sevirəmsə, mən işdə də bir o qədər vaxt keçirməyi sevməliyəm əslində. Çünki bu da mənim bir parçamdır. Mən bunun üçün biraz belə sualdır, amma həmişə bunu deyirəm. Sən bunun üçün ölməyə hazırsanmı? Deyirlər necə yəni? Ölməyin nə adiyyatı? Deyirəm, sən hər gün zamanından xərcləyirsən. Sən əslində bu işin üçün ölürsən və bu ailən üçün ölürsən. Amma ki, o deyir, sən bunun üçün ölürsən, yəni niyə bunu eləyirsən? Biz orada zaman xərcləyirik. Bizim hər günümüz əslində biraz ölümə də yaxınlaşdırır, düz deyil? Bəli. Amma eyni zamanda xəyallarımızın da reallaşmağına yaxınlaşdırır. Yəni yetəri qədər buna açıq gözlə baxa bilsək, biz o zaman daha rahat qərar verə bilirik ki, biz bu işdə işləmək istəyirik, yoxsa istəmirik. Əgər biz bu işdə həqiqətən də yaşadığımızdan da zövq ala biliriksə və biz başa düşürüksə ki, bu nəyə doğru gedir, amma yenə də mən burada qalmağa razıyamsa, demək ki, mən enerjimi düzgün yerdə xərcləyirəm. Çünki mən oradakı insanı sevirəm. Evin içindəki olanı tutaq ki də özümdən desəm, evdəki Zümrüdü də sevirəm, işdəki Zümrüdü də sevirəm. Və əgər mən bu şəxsi burada sevirəmsə, mən bunun üçün resurs sərf eləməyə hazıramsa, bu mənim həyatımı daha da dolu eləyir. Çünki o obrazda sadəcə olaraq mənim rollarımdan biridir. Psixoloq rolu, coach rolu, ana rolu və yaxud da ki, nə bilim, övlad rolu və s. və s. Bu hamısı mənim rollarımdır. Və mən rollarımı sevirəmsə, mən bu həyatda var olmağı sevməyə başlayıram. Ona görə də orada baxmaq lazımdır ki, mən orada kiməm və mən bu rolu, bu personajı öz həyat filmimdə yaşadanda nə qədər zövq alıram. Ona əsasən qərar vermək lazımdır. Amma mən üçün səyahət etmək üçün mən 9-dan 6-ya özümü işlədirəmsə zorla, mən o səyahətdən də nə qədər zövq alacağım biraz şübhəlidir. Yox, bax, sizin dediyinizi anlayıram, amma ola bilər ki, məsələn, sevmədiyi işdə çalışmaq yox. Sadəcə bəzi insanlar var ki, onlar üçün karyera çox önəmlidir. Onların müəyyən ambisiyaları var, müəyyən bir yerə gəlib çıxmaq istəyirlər. Bəzi insanlar üçün isə bu qədər, xüsusən də qadınlar, məsələn, bir ətrafımıza baxaq, hər qadın üçün eyni qədər önəmli deyil karyera iş. Yəni, bax, bilmək istəyirəm ki, sadəcə bu necə olur ki, bu fərq yaranır? Travmalardan dolayı və ehtiyaclardan dolayı. Yəni, hansımızın travması daha çoxdur? Karyera qurmaq istəyənlərin, yoxsa qurmaq istəməyənlərin? Hə, fərqlidir. Çox fərqlidir. Çünki eləsi ola bilər ki, anası ilə atası heç cür bir ailə formatı yarada bilməyib və o hədəf qoyub ki, məndə ailə formatı olacaq. Və yaxud da ki, evdə anası işləməyib, xəyalları yarımçıq qalıb, deyib ki, mən
yaşadacağam öz xəyallarımı və mən öz hədəflərimin arxasınca gedəcəm. Yəni biz deyə bilmərik ki, ailədə qalan qadın daha xoşbəxtdir və yaxud da ki, işdə olan hərəsinin öz xoşbəxtliyi var. Çünki bizim həyat məqsədlərimiz uşaqlıqda aldığımız travmalarla formalaşır. Amma əgər biz onları balanslaşdıra biliriksə, biz travmalardan çıxırıqsa, artıq biz potensialdan dolayı hərəkət edə bilərik. Necə edə bilərik? Bunu əgər istəyirsinizsə xırda bir keçid eləyək. Biz əgər desək ki, atamın, anamın hansı travmaları mənim həyatıma mane olur, rejimindən çıxmaq istəyirəmsə, biz qəbul eləməliyik ki, mən həm atamın, həm anamın ikisinin birləşməsiyəm. Və hər birinin hansı 3 xüsusiyyətini mən çox sevirəm. Çünki o insanlar bir həyat sərf ediblər ki, hansısa sənin bəyənmədiyin xüsusiyyətlər onda olsun. İstər kobudluq olsun, istər uğursuzluq olsun, istər nə olursa olsun. Amma eyni zamanda onda hansısa 3 müsbət xüsusiyyət var ki, o insan 50, 60, 70, 80 il yaşayıb və o xüsusiyyəti qoruyub saxlayıb. Onu formalaşdırıb və o rolunda var o. Və sən onu istədin, istəmədin artıq götürmüsən, həm müsbətini, həm mənfisini. Amma sən ya onun mənfisini gücləndirib və həyatını ona əsasən travmatik şəkildə yaşaya bilərsən və yaxud da ki, müsbətini götürə bilərsən. Məsələn, mənim anam çox yaxşı pedaqoqdur və ona görə də mən həyatımda nələrisə düzgün şəkildə izah etməyi götürürəm özümə və bunu istifadə edəcəm və fəxr edəcəm ki, mənim anam yaxşı bir pedaqoqdur. Mənim atam çox yaxşı ekonomist olub və mən həyatımda düzgün şəkildə ekonomiya edərək öz həyatımı da istədiklərimə düzgün maddi şəkildə gedib çata biləcəm. Və yaxud da ki, sən götürürsən mənfi xüsusiyyətləri və onunla başlayırsan savaşmağa. Yəni, sən ya savaşmağı seçə bilərsən və yaxud da ki, valideynlərin ömür boyu nəyisə formalaşdırıblarsa müsbət, onu götürüb bir övlad kimi onu gücləndirə bilərsən və əlavə edə bilərsən. Ora artıq öz o ikisindən miks nə yaranırsa onu gücləndirə bilərsiniz. Travmadan çıxmanın ən gözəl üsullarından biridir. Aydındır. Bugün biz uğurlu karyera üçün lazım olan vərdişlər, xüsusən də psixoloji baxımdan necə hazır olmaq lazımdır, buna bu haqda danışırıq. Həm söhbətim isə psixoloq Zümrüd Əsədovadır. Hələ ki vaxtımıza var ikən sizin də mövzula bağlı suallarınız olsa bizimlə əlaqə saxlaya bilərsiniz. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. İndi yəqin ki, stres və təzyiqin olmadığı iş yerləri çox azdır. Yəni təkcə iş yeri getmədi, elə həyatda da bu belədir. Təzyiq və stres var çoxunda. Sizcə bu stres altında, xüsusilə də ofis işçiləri uğur qazanmaq üçün, həm də müəyyən məqsədə gəlib çatmaq üçün necə davranmalıdır? Hansı vərdişlər özlərində formalaşdırmalıdırlar? Birinci deyək ki, stres nə vaxt yaranır? Mən belə istəyirəm, niyə belə olmur? Fikrindən savaşanda. Mən idarə etmək istəyirəm, mən dəyişdirmək istəyirəm, mən qəbul etməkdə çətinlik çəkirəm. Mən istəyirəm ki, sırf mənim zehnimdə necədirsə, elə olsun. Ona görə də biz başlayırıq stres yaşamağa, amma iş prosesi belədir ki, sən nəsə istəyirsənsə, başqası da nəsə istəyir. Sən idarə eləmək istəyirsənsə, o da idarə eləmək istəyir və burada başlayır konfliktlər. Ya bizim kommunikasiya bacarığımız o qədər yüksək olmalıdır ki, biz daimi konfliktlərdən çıxıb bir razılaşmaya gələk, hansı ki, bəzən çox çətin olur iş mühitində bu. Ona görə zaman-zaman mütləq şəkildə özümüzə zaman ayırmalıyıq, sırf relaks üçün. Rahatlama texnikalarını yetəri qədər yaxşı öyrənməliyik. Bayaq vərdişdən danışırsınız. Demək olar ki, iş mühiti əgər streslidirsə, hər saat ən azından 2-5 dəqiqə rahatlama texnikasını etməyi vərdiş etməlidirlər. Çünki sinir sistemi gərginləşir, bədən gərginləşir. Bu sağlamlıqda çətinlik yaradır, bu aydın baxışda çətinlik yaradır, bu münasibətdə, kommunikasiyada problem yaradır, bu evə aparıb hansısa gərginliyi kimlənsə belə deyək də, sevgini paylaşmaq əvəzinə gərginliyi paylaşmağınıza səbəb olur. Amma hər saat ən azından 2 dəqiqə, 5 dəqiqə biz rahatlama texnikaları eləyə biliriksə, bu bizi təzədən o elə bir pozisiyaya gətirir ki, biz yenidən yenilənmiş şəkildə adi kompüterin belə ehtiyacı vardı. Yəni prizagruska edirik. Zehnimizi eyni şəkildə yenilənməyə bacarmalıyıq ki, bizim üçün bu daşına bilməyən bir yükə çevrilməsin. Çünki bizim sağlamlığımız da yetəri qədər önəmlidir. İşləməyimiz üçün, qazanmağımız üçün, səyahət edə bilməyimiz üçün. Əgər bunun üstündə işləyiriksə. Rahatlama texnikaları deyəndə məsələn nəyi nəzərdə tutursunuz?
ən minimumu desək, fikrimizi nəfəsimizə yönəltməyimiz ola bilər. Sadəcə çox asan bir şeydir əslində. Mən necə nəfəs aldığıma fikir verirəm. Yəni o havanın burnuma necə toxunduğu daxildən. Yəni çox elementar bir şeydir əslində. Amma fikrimi ora yönəldəndə mənim bədənim bütün ətraf mühitdən uzaqlaşır və öz daxilimə keçir. Bizim də fikrimiz hardadırsa, enerjimiz orada olduğu üçün bütün enerji resursumuz yenidən bədənimizə cəmlənir və bizim enerjimiz başlayır artmağa. Çünki əgər mən gələcək haqqında fikirləşirəmsə, enerjim gələcəkdədir, keçmiş haqqında fikirləşirəmsə, keçmişdədir, problem haqqında fikirləşirəmsə, problemdədir. Amma mən heç nə haqqında fikirləşmədən sırf öz daxilimə yönəldirəmsə fikirlərimi, mənim enerji resursum artmağa başlayır. Sonra da hara istəyirsiniz xərcləyin enerjinizi. Aydındır. Bəs gün ərzində o enerjini toplamağın yəqin ki bir neçə üsulu var da. Biz necəsə eləyirik, enerjimiz bərpa olunur. Bəli. Biri budur. Deyək ki, o nəfəs texnikası. Başqa necə etmək olar? Məsələn, xüsusilə də adamlar var ki, səhər artıq oyanır, başa düşür ki, heç nəyə həvəsi, heç nəyə enerjisi yoxdur. Məsələn, necə etmək olar ki, bərpa olunsun? Mən hal-hazırda musiqi terapiyası ilə də məşğulam və sırf səhər oyanmaq üçün belə bir musiqi yazmışam, yəni formalaşdırmışam. Bunu bəzən özüm studiyada yazıram və yaxud da ki, süni zəka ilə eləyirəm. Çünki mahnılar çox önəmlidir. Səhəri musiqi ilə, mahnı ilə başlamaq insanın motivasiyasını çox artıra bilər. Və əgər biz cümlələri düzgün mahnılardan istifadə ediriksə, bu bizi birbaşa günümüzün başlamasına kökləyə bilər. Məsələn, Məsəl üçün, orada mahnıda belə bir cümlə var ki, bugün nələr mümkündür? Yəni afirmasiyalardan söhbət gedir də. Yəni orada psixoloji olaraq düzgün cümlələrdən ibarətdir mahnı. İçində bəlli bir afirmasiyalardan da istifadə olunur, bəlli bir suallardan istifadə olunur. Çünki beyni ən yaxşı oyadan nüanslardan biri də suallar olur. Bugün nələr mümkündür? Məsələn, əgər sualı versəz, istərsəniz səhər başlayacaq beyin oynamağa ki, nə ola bilər? Bugün maraqlı nə ola bilər? Bugün nə edə bilərəm? Və bunu musiqili şəkildə eləyəndə o beynin müdafiə mexanizmi rahatlayır və sən o cümlələri rahat şəkildə şuur altına keçirtdiyin üçün zehnin artıq başlayır sənə lazım olan dalğaya köklənməyə. Amma ümumiyyətlə axşamdan biz köklənib yatsaq, səhər daha rahat oyana bilirik. Bu da yəni nəzərə alınması bir nüansdır. Bir də bayaq texnika dediniz. Nəfəsdən başqa nə edə bilərik? Elementar bir şeylər deyirəm ki, yəni çox qəliz olmasın və yadda qalan olsun. Kimsə bizim əlimizdən tutanda necə hiss edirik özümüzü, dəstək almış kimi hiss edirik də. Yəni başqasına ehtiyac yoxdur. Özümüz də öz əlimizdən tuta bilərik. Elementar olaraq öz əlimizdən tutanda o toxunuşu hiss etmək, əlin ələ toxunduğunu hiss etmək. Həm toxunan tərəf olan, həm də o toxunuşu qəbul edən tərəf olmaq. Ona diqqət eləsəz, yəni bunu biraz dərinə getsəz, hiss eləsəz, çox maraqlı bir hissiyatdır. Onun ikisində fərq var. Məsələn, sağ əllə sol əlinizi tutmusunuzsa, sağ əldə qucaqlayan tip enerji gəlir. Sol əl qəbul edəndir. Necə sağ əllə sol əli tutanda biz elə biləcəyik ki, kimsə bizi dəstək verir. Hə, o duyğunu biz ala bilərik. Biz istərsəməz, məsəl üçün sağ əllə tutmadıq sol əlimizi. Biz eyni zamanda dəstək verən tərəf enerjini veririk, amma sol əllə fikrimizi sol əlimizə yönəltsək, məsəl üçün, orada qəbul edən tərəf oluruq. O enerjini qəbul etməyə başlayırıq. Yəni hirslənəndə bunu etmək olar da, özümüzü sakitləşdirəcəyik. O toxunuş, bədənin bədənə toxunuş, o toxunuş hissiyatı rahatlama verir və eyni zamanda yenidən o enerji resursunu başlayır artırmağa. Çünki bütün zehnimiz fokuslanır bədənimizə. Bizim zehnimiz nə qədər bədəndə qala bilirsə, o qədər enerji resursumuz qorunur və daha çox sahib olub və idarə edə bilirik biz onu. Ona görə insanlar bəzən günlərlə, illərlə belə meditasiyada qala bilirlər. Çünki resurs özlərindədir. Meditasiyaya bu gün münasibət sizcə bizdə nə qədər, insanlar nə qədər çox inanır, nə qədər adam belə hələ də buna biraz belə boş bir şey kimi baxır? Əslində meditasiyanı hər kəs fərqli cəhət belə fərqli edir. Kimisə çay içəndə, kimisə nə bilim təsbehlə, kimisə mənzərəyə baxaraq, pəncərəyə yaxınlaşıb mənzərəyə baxan. Bu kiçik meditativ texnikalardır, amma yenə də meditasiya kateqoriyasına girə bilir. Sadəcə olaraq bunu nə qədər çox başa düşürük və bilirik, daha dərindən eləyə biliriksə, təbii ki, onun bizə verə biləcəyi faydanı bir o qədər yüksəldə bilirik.
Biz bayaqdan danışırıq ki, hansı həm psixoloji tərəfdən hansı texnikalar kömək eləyir iş həyatında uğurlu olmaq üçün, həm də hansısa vərdişləri müzakirə edirik. Amma yəqin ki, bunun tam əksi də var da. Hansısa vərdişlər var ki, bunlar bizi daha çox geri salır, uğura çatmağa mane olur. Məsələn, həmin o kateqoriyada olan pis vərdişlər hansılardır? Nəyi tərk etmək lazımdır ki, sən daha uğurlu olasan? Müqayisə eləmək. Başqaları ilə müqayisə eləmək deyərdim. Ən təhlükəli və pis vərdişlərdən biridir. Və bu çox olur hər halda. Çox olur həddindən. İşdə, evdə, qonşularla və yaxud da ki, dostlarla fərq etmir. Dostluqların bəzən elə bitməsinə səbəb olan nüanslardan biri də bu olur. Biz başlayırıq düşünməyə ki, məsələn, o uğurludur, mən uğursuzam. Nə bilim, o daha ağıllıdır, onun daha çox bacarıqları var, məndə yoxdur. O eləyə bilir. Məncə məhz o olmur. Məsələn, kim o məndən daha ağıllıdır? Belə düşünən kimsə görmüsünüz? Elə mənada orada problem yox. Orada ən ağıllısı sənsən. Hər kəs elə düşünür. Məsələn də niyə onlar fikirləşir ki, o ağıllıdır, mən ağıllı deyiləm. Yaxşı belə deyim. Yəni bəlkə belə olur. Amma şuuraltı başa düşür ki, onun daha ağıllı olduğunu düşünür deyə elə qıcıqlanır. Yəni ümumiyyətlə kimdənsə daha üstün olmasını düşünmək və yaxud da ki, niyə mən üstün deyiləm və yaxud da ki, mən ondan artığam, niyə onda var, məndə yoxdur və s. Ümumiyyətlə bütün kateqoriya, bütün növ belə deyək, müqayisələr bütün prosesi pozur. Nəyə görə? Çünki sən artıq fikirləşirsən ki, əgər onda varsa, səndə yoxdursa, bu sənin indiki reallığındır və sən bu reallığı qəbul elədiyin üçün bu səndə daha çox ilişib qalır. Ondan çıxmaq necə olar? Desək, sual verirsən. Əgər bəyənirsinizsə ki, məsəl üçün onun ağlını tərifləyirlər də məsələn. Necə edə bilərəm ki, mən də təriflənə biləcək bir ağla sahib olum? Bu səni istər-istəməz həm inkişaf elətdirir, həm də sən əgər qıcıqlanmısansa, qısqanmısansa, sən başa düşməlisən ki, sən nəsə eləməlisən də ki, nəticə olsun. Yəni mütləq şəkildə o insan hardasa nəsə eləyibdi ki, o nəticə var. Yəni hərəkətsiz nəticə yoxdur. İndi o hərəkəti sən bəyənib bəyənməmək artıq başqa mövzudur. Amma nəticə varsa, sənin də bir nəticən ola bilər və sən sual verməlisən ki, necə edə bilərəm ki, mənim gördüyüm işlər görülsün. Necə edə bilərəm ki, mən özümü uğurlu hiss edə bilim. Necə edə bilərəm ki, mənim işlərim daha çox qiymətləndirilsin. Niyə mənim işlərim qiymətləndirilmir deyib ağlamaq əvəzinə, necə edə bilərəm ki, mənim işlərim daha çox qiymətləndirilsin sualı bizə daha çox nəticəyə yönəlik apara bilər, nəinki o birisi. Bir də məsələn qeyd edirlər ki, müqayisə ilə yanaşı daha bir vərdiş var. Bu özünü layiq görməmək deyək, özünün dəyərini düzgün təyin etməmək, utanmaq yeri gəlmişkən bu haqda çox deyək. Məsələn, bizdə uşaq vaxtından öyrədilər ki, biraz utancı, ağac bar verəndə başına əyər və s. Amma bu həddən artıq çox olanda səndə başlayır işdə məsələn nəsə edəndə belə düşünürsən ki, mən bunu göstərməli deyiləm. Özləri başa düşsünlər, özləri görsən, bu daxildə aqressiya yaradır sonra heç kim görməyəndə. Siz də razısınız ki, bunlar da zərərlidir? Elə mahnıların biri ona aiddir, hətta adı Mənə Olardı. Çünki insanlar çox vaxt mənə olar deyə sözünü istifadə etməməyə çalışır ki, görəsən mənə olar, layiqəmmi, mən bunu eləyə bilmişəmmi, mən səsimi çıxartsam nə qədər düz olar, bəlkə onlarınki mənkindən yaxşıdır, bəlkə mən hələ bu qədər bacarıqlı deyiləm və s. Şübhə, yenə də mükəmməlliyətçiyə meyilli olmaq və ya utanmaq və ya uşaqlıqdan deyiblər ki, səsimi çıxartma və bunlar səs çıxartmağı öyrətmirlər. Həmən nüansda təbii ki, pis vərdişlərdən də daha betər bəlkə bir kateqoriya aiddir bu cür yanaşma. Çünki çox gözəl işlər görən insanlar var ki, onu təqdim etməyi, göstərməyi və yaxud da ki, lazımı şəkildə ortaya çıxartmaqda çox böyük çətinliklər çəkirlər. Onlar o sualı, həmən sualı verə bilərlər. Necə edə bilərəm ki, özümə bunu icazə verim? Necə edə bilərəm ki, mən sıxılmadan böyüyə bilim? Necə edə bilərəm ki, mən layiqlilik sualından çıxım, dəyərimə uyğun həyat yaşaya bilim. Yəni, bəzən hansısa suallar belə beynin keçidini yaratmağa kömək edir. Çünki biz əgər bəlli bir çərçivə içində böyümüşüksə, bəlli bir inanclarla böyümüşüksə, həyatda ən çətin şey həmən inanclardan çıxmaqdır. Və biz inancı dəyişməklə
həyatımızı dəyişdirə bilirik. Və bəzən bir sual belə verməyimiz özümüzə bizi o inancdan çıxarda bilir. Təbii ki, bir dəfə verməklə yox da, ara-ara eyni sual veririk ki, beyin o çərçivədən çıxır. Bir çölə baxır, görür nə var, nə yox, sonra təzədən çərçivəyə qayıdır. Amma nə qədər çox baxacaqsa, bir o qədər çox cavab alacaq və o cavaba əsasən də təhlükəsizliyi hiss etdikcə o çərçivələrini dəyişə biləcək. Və məhz buna görə, məsələn, özünü nəyəsə layiq görməyən və s. onlar deyək ki, hər hansı bir xidmət göstərirsə, orada öz qiymətini düzgün təyin etmir. Ümumiyyətlə pul söhbətlərini rahat eləyə bilmir. Əmək haqqının artırılması və s. daim bununla bağlı hər hansı bir problemlər yaşayırlar. Bir də ən zərərli vərdişlərdən biri karyera üçün hesab olunur ki, özünü tənqidin çox olması. Müəyyən bir nöqtəyə qədər yaxşıdır, orada sən inkişafa apar, amma həddən artıq sən hər davranışını, özünə qarşı sərt davranırsansa, özünü hər şeydə günahlandırırsansa, bu bir o qədər də yaxşı nəticə vermir. O vərdiş təkcə insan üçün deyil, öz başqaları üçün də zərərlidir. Çünki özünü danlayan, özünü bəyənməyən, özünü sıxan insan mütləq şəkildə başqasına da eyni şəkildə davranır, övladına qarşı da eyni şəkildə davranır və özünü qınayan insanın, normadan artıq özünü qınayan insanın, ümumiyyətlə qınamaq lazım deyil, daha yaxşı necə edə bilərəm deyə baxmaq olar. Qınayan insanın kommunikasiya problemləri çox olur və nəticədə nə olur? O qınadığının daha betərini yaşayır. Ona görə də... İndi burada söhbət başqalarını qınamaqdan gedir də. Zehin mexanizmi eynidir. Yəni, özünü qınayan başqasını da bəyənmir. Təsəvvür edin, bu insan özünü bəyənməyibsə, başqasını bəyənə bilərmi? O heyranlıq duya bilər deyə, onda necə qəşəngdir də, gör sən nə gün deyirsən də, məsəl. Amma dərinə getsən, o ona layiq olmadığını düşünəcək və yaxud ümumiyyətlə bəyənməyəcək nə isə. Ona görə də bizim hətta belə bir praktika var. Əgər 21 gün ərzində heç nəyi qınamadan yaşaya bilsən, sən həyatın tamamilə dəyişə bilər. Amma o praktikanı eləmək o qədər çətindir ki, onu mən 2 dəfə eləmişəm həyatımda. Heç əsəbləşmədiniz də heç nəyə? O demək deyil ki, mən də axıra qədər aldım. Orada nüans nədən ibarətdir? Bilərziyi taxırsınız qolunuza və hər qınayanda bilərziyi bir qolunuzdan çıxardıb o bir qolunuza taxırsınız və o 21 gün ərzində bir qolda qalmalıdır. Mən buna başlamışam keçən ilin iyunun 19-unda. Mən hələ də buna davam edirəm ki... Hansı bilərzi idi o? Zümrüd xanım. Həm də o daimi olaraq daşıyım mən. O qolumda nəsə olanda mən buna nəzarət eləyirəm. Ki, fərqindəliyimi tamamilə qoruyum. Çünki gün ərzində normaldır. Yəni, adi, mənə əsas ən çətinliyi gələn maşını sürəndə reaksiya verməməkdir. Çünki həmişə beyin avtomatik olaraq qınayır. Təbii ki, mən fərqi görürəm, çox böyük fərq eləyir. Amma ən çox diqqətimi nə çəkdi? Qınaq çox maksimal dərəcədə enerji alır insandan. Çünki sən o insan haqqında düşünürsən, o insana reaksiya verirsən, o insanı sonra zehnində daşıyırsan. Bir hekayə var bundan bağlı. Müəllimlə şagird olur, bir çay keçmək istəyirlər və görürlər ki, bir qadın o çay keçmək istəyir və kişi ona kömək eləyir, müəllim olan kömək eləyir, müəllim onu keçirir. Deməli, onun paltarının ucu biraz su olur həmən xanımın. Və düşəndən sonra başlayır deyinməyə ki, bəs bu suyu necə keçirdiniz məni, mən paltarım batdı, indi mən nə edəcəm və s. deyindi və gedir yolunu. İndi müəllimlə şagird başqa istiqamətdə öz yollarına getməyə davam edirlər. Müəllim sakit öz yolunu gedir, tələbə danışır. O niyə belə elədi? O sizə qarşı kobudluq elədi. Siz bəs ona diqqət elədiniz. Siz hətta belinizdə o adamı daşıdınız. Yaşınıza baxmayın və s. 15 dəqiqə keçdi. Deyir ki, bax mən sənə bir dərs də indi verim. Mən onu 2 dəqiqə ərzində sudan keçirtdim və mənim hekayəm o qadınla bitdi. Amma sən 15 dəqiqədə onu daşıyırsan. Yəni o 2 dəqiqə, 15 dəqiqə burada. Yəni sən artıq 15 dəqiqədən çoxdur ki, o qadını daşıyırsan. Amma mənim üçün o artıq çoxdan bitmişdi. Kimisə qınamağımız bizim o insanı daxilimizdə daşımağımız deməkdir. Tam razıyam. Amma bu yəqin ki, müəyyən qədər təcrübə o sizin dediyiniz kimi lazımdır ki, sən artıq bunu etmə. Kifayət qədər çox təcrübə lazımdır və şuurlu şəkildə yanaşmalısın. Fərqindəlik, çox yüksək bir fərqindəlik tələb edir. Çünki biz avtomatik olaraq həmişə qınaya bilirik. Çox avtomatik qınaya bilərik. Uşağı məsəl üçün belə eləməyə bilərdin də, niyə belə eləyirsən və yaxud da ki, get belə elə də, bu nə eləməkdir və s. və s. Çox xırda bir şeylər ola bilər. Amma bunu tamamilə mi aradan qaldırmaq düzdür? Çünki tənqidi
düşüncə, demirəm də hər kəsi daşlamaq lazımdır, amma yəni müəyyən qədər hər halda olmalıdır nəsə. Bu bilmirəm də doğru yanaşması da var yəqin. Bax, ondan çox vacib bir nüansa toxundunuz. Çünki mən bunu birinci dəfə çoxdan eləyəndə, yəni hardasa bir 10 neçə il bundan öncə eləyəndə məndə o çox pis zəifləmişdi. Tənqidi düşüncə zəifləmişdi və mən heç nəyi qınamırdım. Və qınamadığın şeyi dəyişdirə də bilmirsən axı. Ona görə mən tamamilə bunu çıxartmıram həyatımdan. Çünki bəzən olur ki, biz nəyisə reaksiya verməliyik ki, dəyişdirək. Sadəcə olaraq bizim fərqindəliyimiz o qədər yüksək olmalıdır ki, biz bilək ki, nəyi bəyənmədiyimizin fikrini bildirə bilərik, nəyi bəyənmədiyimizin fikrini bildirmək bizə heç bir şəkildə fayda gətirmir. Məsəl üçün, əgər maşın düzgün sürmədi və sürdü, çıxdı, getdisə, mənim ona reaksiya verməyim, o reaksiyadan sonra mən hələ bir əsəbli qalmağımın mənə bir faydası yoxdur. Amma məsəl üçün, əgər iş prosesində kimsə hansısa işi düzgün görmürsə və mən ona reaksiya verməməyim, belə deyək də, səhvini bildirməməyim, bu mənim nəticədə istədiyimi əldə etməməyimə mane olur. Ona görə sadəcə olaraq düzgün şəkildə ona məlumatı ötürməyi bacarmalıyam. Ona görə qınamamaq dedikdə bizə zərərli qınamamaqlar var. Hansı ki, bizim enerjimizi ona xərcləmək istəmirik. Tutaq ki, mənim layihəmdirsə, əlbəttə ki, mən buna enerjimi sərf eləmək istəyəcəm. Amma məqsədim yenə də onu qınamaq olmamalıdır. Mənim məqsədim onun davranışını dəyişdirmək olmalıdır. Bir var ki, bir işə yaramırsınız, heç nə yaxşı eləmirsiniz, işinizi görə bilmirsiniz. Bu heç bir şəkildə, yəni məqsədə aparan bir danlama və ya qınama deyil. Dostlar, bunu necə edə bilərik ki, alınsın? Əgər sənin resursun buna kifayət eləmirsə, səncə sənə nə lazımdır ki, biz bunu eləyə bilək? Bəlkə bu iş sənə uyğun deyil deyə də düşünə bilərsən. Amma ki, bu yenə də məqsədə yönlü bir düşüncədir. Sadəcə və sadəcə qınamaq bizə əksərən heç nə vermir. Aydındır. Zümrüd xanım, bəs bizə nəsə iş həyatında qazandıran, bizə nəsə verə bilən vərdişlərin əgər desələr ki, məsələn, top 5, 3 əsas hansıdır, siyahısını çıxartmalı olsaq, bunlar hansılar olardı? Yəni top 5, 3 deyə fərqi yoxdur. Ən birinci qızıl qayda təşəkkür etmək. Kimə? Özümüzə yoxsa? Hər şey. Özünə, bədəninə, zehninə, ətrafındakı insanlara, ən xırda bir detalın belə sizin faydanıza və yaxud da ki, xoş olmasına, əhvalınıza müsbət təsiri varsa, mütləq şəkildə əgər içinizdə onunla bağlı bir təşəkkür hissi, təşəkkür sözünü istəsəz deyin, istəsəz deməyin, amma təşəkkür hissi nə qədər güclüdürsə, həyat keyfiyyətiniz bir o qədər artır. O top 3-5-ə də ehtiyacınız olmaya da bilər, əgər təşəkkür hissi yerindədirsə. Çünki məsəl üçün kimsə gətirdi sizə sadəcə su verdi də məsələn. Amma o içinizdə o duyğu əgər oyanırsa, bu həyata siz nəyi göstərirsiniz? Bu gözəl bir şeydir. Mən bunu sevdim. Etməyə davam edə bilərsən mesajı verməkdir. Amma heç bir reaksiya yoxdursa bədəndə və həyat bilmir ki, sən ümumiyyətlə nə istəyirsən. Mənzərəyə baxırsan və içində o təşəkkür hissi oyanırsa, rezonans və belə ki, deyədik ki, həyata impuls göndərirsiniz ki, mən bunu sevdim deməkdir. Və həyat deyir ki, aha, burada enerji oyanışı oldu. Demək ki, bu insana bu xoş təsir edir və eyni zamanda şuur başa düşür ki, bu mənim üçün xoşdur və həmin yerlərə doğru sənin getməyinə kömək eləyir. Necə kömək eləyə bilir? Lazım olan yerdə diqqətiniz ora yönələ bilir, intuisiyanız orada aktivləşə bilir, sizə lazım olanı yaşada bilir sizin struktur və sizin həyat sahəniz. Çünki siz lazımı yerdə lazımı reaksiya verirsiniz. Amma əsasən əgər biz dava qırğınlarda reaksiya veririksə, bəyənmədiyimiz yerdə, qınadığımız yerdə reaksiya veririksə, təbii ki, bunu daha çox yaşayırıq. Çünki bu beyin və həyat sistemi görür ki, bu insanın da yalnız burada reaksiyası var da, yəni bu burada var olduğunu hiss edir. Biz nə üçün yaşayırıq? Hiss etmək üçün. Düzdür? Və sistem görəndə ki, sən yalnız burada hiss edirsən. Okey, buyurun. Buyurun sizə problemlər. Yox, problem lazım. Əslində lazımdır, problem də lazımdır ki, həll edib problem, doğru məsələlər. Maraqlı məsələlər. Ona görə daha çox o təşəkkür hissi, təşəkkür hissinin tərkibində təbii ki, sevgi də var. Görməyin, eşitməyin, hiss etməyin, hansı mühitdə olmağın, hər hansı bir xoş söz olsun. Kimsə birdən parkovka eləyəndə orada bir yerin olması olsun. Bir dənə misal tez çəkib deyir ki, ayda mənə bir dənə burada parkovka üçün boş yer olsaydı, nə gözəl olardı. Belə dua eləyir.
Parkovkada ya çox böyük təşəkkür hiss edərdim və s. belə çox möhtəşəm hisslərlə deyir. Orada boş yer olur. Hə, lazım olmadı, mən yer tapdım. Belə davranış hər şeyi poza bilir. Çünki heç nə təsadüfi deyil. Əgər biz olan ən xırda bir detala görə təşəkkür hiss edə biliriksə, həyatımız keyfiyyəti artır və münasibətlərimizə də çox möhtəşəm təsir göstərə bilir. Biz də sizə təşəkkür edirik gəldiyinizə görə. Çox xoş oldu bu gün sizinlə həmsöhbət olmaq. Mən sonda bir daha xatırladım ki, biz bu gün uğurlu iş həyatında ola bilmək üçün, uğurlu karyera qura bilmək üçün hansı vərdişlər bizə kömək edir? Bu haqqda danışırdıq. Həmsöhbətim isə psixoloq Zümrüd Əsədova oldu.